Azərbaycan Şahmat Federasiyasının vitse-prezidenti Faiq Həsənovun 85 illiyi münasibəti ilə tədbir keçirilib. Tədbirdə Gənclər və İdman Naziri Fərid Qayıbov, Azərbaycan Şahmat Federasiyasının prezidenti, FİDE-nin vitse-prezidenti Mahir Məmmədov, Beynəlxalq Şahmat Federasiyasının sabiq rəhbəri Kirsan İlumjunov, Gürcüstan Şahmat Federasiyasının prezidenti Akaki Yaşvili, Beşqat dünya çempionu, qadın şahmatının əfsanəsi Nona Qaprindaşvili, milli komandanın üzvü Şəhriyar Məmmədiyarov və digərləri iştirak edib. Mərasimdə yubilyar Faiq Həsənovun adının ən uzun müddətli hakim kimi Guinness-in rekordlar kitabına daxil edildiyi elan olunub. Çıxış edən Guinness World Records-un rəsmisi Şeyda Subaşı təqdim olunan məlumatların yoxlanılaraq tələb edilən şərtlərə tam uyğun olduğunu söyləyib. Beləliklə, Faiq Həsənov şahmat üzrə ən uzun müddətli kişi hakim kimi rəsmən təsdiqlənib. Həsənov 60 il 149 gün müxtəlif şahmat yarışlarında hakimlik etməklə dünyanın məşhur Guinness-in rekordlar kitabına düşüb. Bununla bağlı Guinness World Records-un rəsmisi səbəbkara rəsmi sertifikatı təqdim edib. Qeyd edək ki, tədbir iştirakçıları bu günlərdə 40 yaşı tamam olan 3 qat Avropa çempionu, rapid üzrə dünya çempionu Şəhriyar Məmmədiyarovu da təbrik edib.